Qoyunçuluqda uğurlu nəticə əldə etmək, itkilərin qarşısını almaq və sürünün sağlamlığını qorumaq üçün hər gün tətbiq edilən nəzarət çox vacibdir. Qoyunlar sürü heyvanı olduğu üçün xəstəlik və narahatlıq əlamətlərini gizlətməyə çalışırlar. Bu səbəbdən onların hər gün yoxlayarkən aşağıdakı 10 əlamətə diqqət yetirmək çox vacibdir. 1. İştaha və otlama fəaliyyəti. Qoyunların əsas işi otlamaqdır. Sürünü otlağa çıxararkən və ya axşam tövləyə yığarkən heyvanların iştahını izləyin. Əgər hər hansı bir qoyun otlamırsa, yeməyə maraq göstərmirsə və ya digərlərdən geri qalırsa, bu narahatlıq üçün bir səbəbdir. İştahsızlıq həzm sistemi problemlərinin və ya başlanacaq hər hansı bir xəstəliyin xəbərçisidir. 2. Gəvşəmə. Prosesi sağlam qoyun istirahət edərkən mütləq gəvşəməlidir. Heyvanlar otaqdan qayıtdıqdan və ya yemlədikdən sonra sakit dayanaraq gəvşəyirsə, bu onların həzm sisteminin qaydasında olduğunu ən yaxşı göstəricisidir. Əgər qoyun sakit dayanır, gəvşəmir və ya qarnı şişkin görünürsə, bu köp və ya başqa bir mədə-bağırsaq probleminin əlamətlərindən biridir. 3. Tənəffüs sistemi. Sakit vəziyyətdə qoyunların tənəffüsü nəzərə çarpmamalıdır. Əgər qoyun ağzı açıq nəfəs alırsa, nəfəs alarkən hər hansı bir səs çıxarırsa və tənəffüs çox sürətlidirsə, bu ağciyər xəstəliklərinə, parazitlərə və ya yüksək hərarətə işarədir. Sizin qoyununuzda müşahidə etdiyiniz öskürək, həzm bu kateqoriyaya daxildir və ciddi nəzarət tələb edir. 4. Gəzinti və hərəkət tərzi. Heyvanın yerişinə baxın. Axsaqlıq, yerə basmamaq və ya yeriyəkən çətinlik çəkmək ayaq problemlərindən, tırnaq xəstəliklərindən və ya hər hansı bir zədədən xəbər verir. Eyni zamanda qoyunun yerindən qalxmaqda çətinlik çəkməsi və ya tez-tez uzanması onun halsız olduğunun göstəricilərindən birisidir. 5. Gözlərin vəziyyəti. Gözlər sağlamlığın göstəricilərindən biridir. Gözlərin parlaq və canlı olması lazımdır. Əgər gözlərdən axıntı gəlirsə, gözlər çökübsə, susuzluq əlaməti, qızarıbsa və ya solğun görünürsə, bu hər qoyunda hər hansı bəzi xəstəliklərin əlamətlərindən biridir. 6. Burun və ağız boşluğu. Burun dəliklərindən gələn axıntı çox vacibdir. Sağlam qoyunun burnu təmiz və nəmli olur. Əgər burundan irinli, yapışqan və ya rəngli axıntı gəlirsə, bu tənəffüs yollarındakı xəstəliklərdən xəbər verir. Ağızda isə yaraların və ya həddindən artıq suyun, yəni axıntısı ağız-dil xəstəliklərinin göstəricisidir. 7. Nəcis və sidik ifrazı. Sürünü otlaqda izləyərkən qoyunların nəcisini nəzərdən keçirin. İshal və ya nəcisin normaldan çox bərk olması, həzm sistemindəki pozuntulardan biridir. İshal, xüsusən də arıq heyvanlarda parazitlərin və ya bakterial infeksiyaların əlaməti ola bilər. 8. Bədən və yun örtüyün vəziyyəti. Qoyunun yun örtüyü parlaq və hamar olmalıdır. Əgər yun tökülürsə, qoyun özünü divara və ya dirəyə sürtürsə, bu qaşınma, bit, gənə və digər dəri xəstəliklərinin olduğunu göstərir. Bundan əlavə bədən quruluşunun
kəskin dəyişməsi, yəni qabırğaların çıxıntısı, onurğanın əyilməsi arıqlamanın sürətli olduğunu göstərir. 9. Qoyunun sürü ilə davranışı. Qoyunlar sosial heyvandır. Yəni sürüdən kənarda tək dayanan, başını aşağı salan və ya özünə qapanan, otlamayan qoyun mütləq xəstədir. Əgər bir qoyun davamlı olaraq sürünün arxasında qalırsa, onun xəstə olduğunu və hərəkət etmək üçün gücünün tükəndiyini göstəricisidir. 10. Qarnı və döş qəfəsinin vəziyyəti. Hər gün qoyunların qarnına fikir vermək lazımdır. Qarnın qeyri-təbii dərəcədə şişməsi və ya çökməsi sancı əlamətləri, qoyunun ayağı ilə qarnı vurması, ayaqlarını dartması təcili müdaxilə tələb edir. Həmçinin döş qəfəsinin hərəkəti onun ağciyər funksiyalarının normal olub-olmadığını anlamağa kömək edir. Bu 10 əlaməti hər gün nəzarətdə saxlamaq sizin üçün bir vərdiş halına gəlməlidir. Qoyun saxlayanların təcrübəsi məhz bu detalları vaxtında görmək və xəstəliyin qarşısını əvvəlcədən almaq bacarığıdır. Bugünlük dostlar bu qədər. Siz də şərh bölməsində öz fikirlərinizi, iradlarınızı, öz təcrübələrinizi yazsanız daha gözəl olar. Sağ olun, salamat qalın. Hələlik.